6 iyun 2025-ci il üçün bürclərin gündəlik proqnozları aşağıdakı kimidir. Qoç, bugün enerjiniz yüksək olacaq. Yeni layihələrə başlamaq və ya mövcud işlərdə irəliləyiş əldə etmək üçün əlverişli gündür. Buğa yaradıcılığınızı ortaya qoymaq üçün münasib gündür. Köhnə bir hobbini xatırlamaq və ya yeni bir sahədə özünüzü sınamaq sizi sevindirə bilər. Tanış olacağınız insanlar sonradan dostluğa və ya romantik münasibətə çevrilə bilər. Əkizlər, ünsiyyət qabiliyyətiniz bugün ön planda olacaq. Dostlarınızla görüşmək və fikir mübadiləsi aparmaq üçün əla fürsətdir. Xərçəng, bugün ailə və yaxın dostlarla vaxt keçirmək üçün uyğundur. Emosional dəstək almaq və vermək üçün münasib bir gündür. Şir həyatınızda dönüş nöqtəsi baş verə bilər. Əgər çoxdan bir məqsədə doğru çalışırsınızsa, bugün ilk nəticələr sizi sevindirəcək. Maddi baxımdan gözlənilməz gəlir mümkündür. Qız, bugün iş və şəxsi həyatınızda balans yaratmaq üçün çalışın. Sağlamlığınıza diqqət yetirmək və istirahət etmək faydalı olacaq. Tərəzi, yeni tanışlıqlar və romantik münasibətlər üçün əlverişli gündür. Ətrafınızdakı insanlarla harmonik əlaqələr qurmaq asan olacaq. Əqrəb, bu gün emosiyalarınıza nəzarət etmək vacibdir. Mübahisələrdən uzaq durmaq və sakit qalmaq sizin xeyrinizə olacaq. Oxatan, yeni biliklər əldə etmək və özünüzü inkişaf etdirmək üçün əla gündür. Təhsil və səyahət planları üçün uyğun zamandır. Oğlaq, iş həyatınızda irəliləyişlər mümkündür. Yeni layihələrə başlamaq və ya mövcud işlərdə məsuliyyətlər almaq üçün münasib gündür. Dolça yaradıcı fəaliyyətlər və yeni ideyalar üzərində işləmək üçün əlverişli gündür. Sosial fəaliyyətlərdə iştirak etmək sizə enerji verəcək. Balıqlar, bugün daxili dünyanıza yönəlmək və meditasiya etmək üçün münasibdir. Emosional balansınızı qorumaq üçün sakit fəaliyyətlərə üstünlük verin. Daha ətraflı proqnozlar üçün aşağıdakı videoya baxa bilərsiniz.